Salam kanalımın değerli izleyicileri. Her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərə çox dadlı, ləzzətli, həm bananlı, həm də çiyələkli dondurma hazırlayacağım. Gəlin başlayaq. Bunun üçün mən 2 ədəd banan götürmüşəm. Qabığını soyuram. Taxtanın üzərinə əlavə edib halqa-halqa doğrayıram. Doğradığım bananları qabın içərisinə əlavə edirəm. Qabı qoyuram dondurucuya. Ən azı 2 saat bananlar donmağa. Keçirəm. Çiyələkləri də eyni formada doğrayıram. Qabın içərisinə əlavə edirəm. Onları da qoyuram soyuducunun dondurucu gözünə. Hər iki meyvəmiz donsun. Donmuş meyvələri soyuducudan çıxardıram. Ev temperaturunda 5 dəqiqə gözlədirəm. Daha sonra bananları blenderin içərisinə əlavə edirəm. Yaxşıca blenderdən keçirirəm. İçərisinə adi bir paket qaymaq əlavə edirəm. Üzərindən zövqə görə bir neçə xörək qaşığı malaka əlavə edirəm. Yəni qatlaşdırılmış süd əlavə edirəm. Yenidən blenderdən keçirirəm. Qabın içərisinə əlavə edib qoyuram soyuducunun dondurucu gözünə. Digər meyvəmizi də blenderin içərisinə əlavə edirik. Üzərindən bir paket qaymaq əlavə edirik. Üzərindən qatlaşdırılmış süd əlavə edirik və yenidən blenderdən keçiririk. Yaxşıca xırdalamaq lazımdır ki, blenderdə o qatlığı ala bilək, yəni o qıvamı ala bilək. Və onu da qabın içərisinə əlavə edib qoyuruq soyuducunun dondurucu gözünə. Burada qeyd etmək istəyirəm ki, xanımlar, əgər siz şirin sevmirsinizsə, yalnız meyvə və qaymaqdan da istifadə edərək möhtəşəm bir dondurma əldə edə bilərsiniz. Mən şirinliyi biraz çox sevdiyimdən içərisinə qatlaşdırılmış süd əlavə etdim. Hardasa dondurucuda 2 saat saxladıqdan sonra çıxarırıq və belə qablara servis edib yenidən tam donması üçün qoyuruq dondurucuya. 1 saat da o formada dondurub servis edə bilərsiniz. Həqiqətən çox dadlı, ləzzətli, möhtəşəm, təbii dondurmalar alınır. Mütləq bu üsulu yoxlayın. Əminəm ki, bəyənəcəksiniz. Əgər bəyənsəniz, like atmağı, abunə olmağı unutmayın. Hələlik, inşallah gələn videolarda görüşərik. Every